O dağlar Belenay bezeme Lel zeliney Of lel zeliney Her dalan may hardalan May hardalan May hardalan Bahar dalan Soldu gitti Belen av çiçekler Neydi Teze terli Ay teze terli Herden almaz elmi Kana elmi Kana elmi Kana elmi Kana elmi Kana elmi O dağları bəzəməyə Ləli zəri hardan alım soldu getdi çiçəklərin təzə təri hardan alım Olmuşuq lal Olmuşuq çar Susuf nəğmə kiriyib tar O bəstəkar o nəğməkar xan tərtəri hardan alım Tərtər çayı Belenay çalıklar Belenay gücedir Sızgalarda Sızgalarda Selgedir sen ay selgedir Sen ay selgedir Sen ay selgedir Sen selgedir Sen Hər vaxtınız xeyirli olsun. Əziz Həsrət və Ümid verilişinin daimi izləyiciləri. Hər birinizi salamlayıram. Hər kəsə məlum olduğu kimi Həsrət TV olaraq biz Qərbi Azərbaycanın fərqli bölgələrindən məlum hadisələrə görə öz ata-baba yurdunu tərk etmiş soydaşlarımızla görüşüb onların duyğu düşüncələrini, yaşadıklarını, gördüklərini siz dəyərli izləyicilərimizlə paylaşırıq. Bugünkü verilişimizin qonağını sizə təqdim etmək istəyirəm. Verilişimizin qonağı Qərbi Azərbaycanın Paşalı rayonunun Köçbək kəndinin sakini olunmuş Xanlarov Kirman Məmişoğludur. Öncəliklə Kirman müəllimə təşəkkürümü bildirirəm. Çox sağ olsun ki, verilişimizin qonağı olmaq üçün dəvətimizi qəbul etdi. Biz bugün Kirman müəllimin evindəyik. Kirman müəllim, necəsiniz? Ceyhun müəllim, Həsrət və Ümid verilişi olaraq bizə xoş gəlmişsiniz. Mənim gözüm üstə yeriniz var. Mən sizə minnətdarım. Bizim evimizə, qonaq gəlmişik. Çox sağ olun Kirman müəllim. Bir daha xoş gəldiniz. Təşəkkür edirəm. Kirman müəllim, vaxtınızı çox almaq istəmirəm. Sizə artıq suallar vermək istəyirəm. Başlayaq mı verilişimizə? Buyurun. Zəhmət olmasa özünüzü təqdim edərdiniz. Atanız, ananız, qardaş və bacılarınız haqqında məlumat verə bilərsinizmi? Bəli, niyə vermirəm? Buyurun. Mən Xanlarov Kirman Məmişoğlu 1947-ci il aprel ayının 24-də Paşalı rayonunun Köçbək kəndində anadan olmuşam. Atam
Ağalarov Məmiş, anam Ağalarova Məleykə, qardaşım Xanlarov Xanlar, bacılarım Urqiya, Gövhər. Biz bir ailədə olanları, bunlar evlənib gedəndən sonra mən bunların balaca uşağıyam. Biz xanlarla bir yerdə yaşamışıq. Atam, anam və ilaxır. Valideynləriniz haqqında, onların qardaş bacısı haqqında ananızın və atanızın zəhmət olmasa məlumat verərdiniz. Mənim atamın deməli bir bacısı Gülgəz, biz mama deyirik də. Mama deyirik, onun da övladları var. O da evlənib, bizim bir kənddə yaşamışıq. Sonra mamam Bahar, o da elə bizlə bir yerdə, bir qonşuluqda yaşayır, bir kənddə yaşamışıq. Köşbək kəndində. Köşbək kəndində yaşamışıq, bəli. Onun da bir oğlu vardı, Allah rəhmət eləsin, Ağa Baxtiyarov. Onun da övladları var, onlar da bizim kəndimizdə elə bizlə axıra qədər, bu hadisələrə qədər? Axıra qədər, yəni axıra qədər deyirəm, yəni oradan köçənə qədər. Bəli, bəli. 88-ci ilə qədər bir yerdə yaşamışıq. Bu yaşadığımız dövrdə, məsələ, mənim bacılarım ayrı, hərəsi evli, uşaqları, övladları. Məsələ, mənim bacım oğlu Mamedov Ələsgər Əmiroğlu ali təhsilli riyaziyyat müəllimi idi. O biri bacımın 7 övladı olub, 7 oğlu vardı. Onlar da biri əmim ağalar. Bəli. O da bizlə elə həmin kənddə yaşayıb. Onun da bir dənə qızı vardı, Nubar qızı var. İndi bizim Nəcəfov Akifin yoldaşıdır. Hə, nə gözəl. Akif müəllimin. Cümə müəllim, zəhmət olmasa deyəriz, atanız neçənci ildə dediniz, hansı kəndə dünyaya gəlibdi? Onu kəndi demədiniz. Ümumiyyətcə, biz əslən köşbəkli deyilik. Mənim atam Ağalarov Məmiş Xanlaroğlu, deməli, elə Paşalı rayonunun o Cul tərəfdə bizim orada kəndimiz olur. Mərətüz kəndi. Orada olmuşuq. Mənim xanlar qardaşım orada anadan olub. 1926-cı ildə. Elə həmin 1926-cı ildə Sovet hökuməti qurulandan sonra oradan bizi köçürdüb, bu kəndləri bir yerə yığanda gəlib köçbəkdə məskunlaşmış. Mənim atam əslən deməli Mərətüslüdür. Elə əmim də, bacılarım da, hamısı da burada gəlib köçbəkdə anadan olublar, orada yaşamışıq. Çox gözəl. Cümə müəllim, digər suallara keçmədən öncə öz ailəniz və övladlarınız haqqında nə deyə bilərsiniz? Mən deməli institutu qutarandan sonra 1970-ci il institutu qutarandan sonra kəndə qayıtdım. Terf kəndində müəllim işlədim. Bir il işləyəndən sonra mən evləndim. Ailə qurdunuz? Ailə qurdum. O Talibov Rəhimin qızı Şəfiqəni, Şəfiqə xanımla ailə qurdunuz? Şəfiqə xanımdan ailə qurdum. Bəli, mənim indi 4 oğlumun bir qızım var. Maşallah. Hamısı evlidir, yekəliblər, ayrılıblar, oxuyublar.
Maşallah. Neçə Hərəsi nəvəniz bir var? sahədə Neçə nəvəniz var? 10 nəvəm var. Ay maşallah. Hamısı da evlidir. Nəvələrim də indi mənim böyük oğlumun qızı universitetin riyaziyyat fakültəsini qurtardı. Hı -hı. Magistr oxudu. Ali təhsilli, yaxşı da müəllimdir. Evlənib, o da evlənib. İndi 2 övladı var. Bu nəvəmin, mənim böyük oğlumun qızıdır da, nəvəm. Onun bir qızı da Tərtərdə, o da evlənib gedib. 3'ü də onundur. Ay maşallah. İkisi də bu biri oğlumundur. Ümumiyyətcə 10 nəvə. Övladlarınızdan deyəsən sizin yolunuzdan gedən bir dənə odur. Yoxsa? O oxudu. O elə həqiqətən burada bizim məktəbdə oxudu. Mən dərs deyəndə bizdə də qaldı. Öz evlərində 3 il burada oxudu. O birinci qrupa hazırlıq başladı. Riyaziyyatı, fizikanı yaxşı bilirdi. Elə o sahədə də həmin ili qəbul oldu, oxudu, qurtardı. İndi də evlidir. Onun da 2 uşağı var. Ay maşallah. Allah xoşbəxt. Dərələz mahalı, eləcə də ətraf rayon və kəndlərin tarixi barədə nə deyə bilərsiniz? Deməli, biz ümumiyyətcə O suala qismən cavab verdiniz. Yəni Paşalı rayonunun Köşbək kəndindənik. Bizim yaxınlığımızda, qonşumuzda olan Terp kəndi, Leyli Qaçan, o da balaca olsa da o da bir kənd idi, orada yaşayırdı. Mən elə əsasən işə başlayanda Terpdə başlamışam. Terp kəndində dərsdə başlamışam. Orada ümumiyyətcə Köşbəkdə, nə də Leyli Qaçanda məktəb Köşbəkdə 8 illik idi, Leyli Qaçanda yox idi. Leyli Qaçanlar gəlirdi, Terpdə oxuyurdular. Mən institutu qurtarıb gələndə tam orta məktəb deyildi. Terpdə də tam orta məktəb deyildi. Axşam növbəli orta məktəbidir. Orada bütün fənlərdən keçilmirdi də. Məsələn, orada əmək təlimi, ondan sonra nə bilim, bədən tərbiyə, belə dərslər keçilmirdi. Ancaq o əsas dərslər ki, axşam növbəli adlanırdı. Məktəbin, o vaxtı məktəbin binası da yox idi. Orada Samrangilin evinin yanında o binada yerləşmişdi. Orada dərs keçirdi. Sonradan tikdilər. O da tam orta məktəbə cavab verən məktəb deyildi. Amma nəsə bir məktəb uyğun bir tikdilər, köçdü ora. Orada oldu. Deməli, haradasa bu 1975-ci illərdə oldu tam orta məktəb. Tam orta məktəb oldu. Bəli. Tam orta məktəb oldu, orada işlədik. Köşbəkdən də 8-i qutaranlar, Leyli Qaçandan da qutaranlar gəlib hamısı 10 illiyi orada qutarır, orada oxuyurdular. Biz orada onlarda dərs deyirdik. Deməli, Paşalı rayonu olanda bizə o Azərbaycan kəndlərində Gömür, Axta, bu tərəfdən Zeytə kəndi, Azərbaycanlı kəndi idi. Cermukda var idi. Cermuklar onlar ermənilərlə qarışıq idi. Qarışıq olurdular. Orada bu kəndlərdən məsələn bizdən qız da aldılar, qız da verdilər. Yoldaşlığımız var idi. O müəllimlər var idi. Bir-birimizi tanıyırdıq. Elə bura köçəndə də məsələn burada Sabir müəllim var. Atası Axtada məktəbin direktoru idi. Sonra Telman müəllim, Gömürdə, Axtada Allah Qulu müəllim idi. Axtanın məktəb direktoru.
Axtada, Comurda Kelman müəllim yox. Axtanın məktəb direktoru idi. Allahqulu müəllim Comurun. Allah deməli Axtay 8 illik məktəbi idi. Amma Comur 10 illik məktəbidir. Onlar da bir savxozu idi o vaxtı. Bir savxozda yerləşmişdilər. Gedib gəlişimiz var idi. Bir-birimizi tanıyırdıq. Sonra onlardan bizdən qız aldılar. Onlardan biz qız aldıq kəndə. Belə bir-birimizə yaxın münasibətimiz yaxşı idi. Həm də müəllimlər deməli bir-birimizi yaxşı tanıyırdıq. Kimam müəllim, yeri gəlmişkən bir sual verim. Düzdür, bu deportasiya ilə bağlı irəli dəqiqələrdə sual verəcəm sizə. Sizin valideynləriniz müəllim o ikinci mərhələli deportasiyanın ikinci mərhələsində, yəni 1948-53-cü illərdə o haqda nə deyə bilərsiniz? Deməli, ümumiyyətcə deportasiya 48-53-cü illər bizim dərədə də bu baş verdi. Deməli, onda mənim 6 yaşım var idi. Mənim yadıma gəlir bugünkü gün kimi. Deməli, bizi yığdılar maşınlara, apardılar Arazidayanda, tavarını vaqonlara yüklədilər də. Ümumiyyətcə, tavarını o vaxtı da belə qatarlar yox da, yük qatarlarına cəmaatın hamısını yığdılar ora, getdik Yevlağa. Yevlaqda bizi düşürtdülər, Yevlaqda payladılar kəndlərə, deportasiya zamanı. Oradan da kəndlərdə biz qoyun binəsinə düşdük, ayrı-ayrı bir məsələ düşdü, mal binəsi vardı orada, ora biz qoyun binəsinə düşdük. Onda mənim xanlar ferma müdürü idi. O, həm də bütün o mal heyvanı elə öz çobanları ilə bərabər gətirdi ora. Ora gətirdi, biz orada, mənim 7 yaşım tamam oldu. Orada 1-ci sinifə getdik. Mənim, bayaq dedim, mamam oğlu Həsənalı vardı, onunla bir məktəbə gedirdik. Getdik. Burada məktəbdə bu uşaqlar bizi döydülər. Niyə? Bizdən geçə uşaqlar da nə bilim dalaşırdılar. Nənəm də bir neçə dəfə gəldi direktora. Hər nəysə bu alınmadı. Bizi məktəbə qoymadılar getməyə. Stalin öləndən sonra deməli belə qərar verdilər ki, kim istəyir öz yerinə qayıda bilər. Onda alındı, onda mənim 9 yaşım oldu. Bizim 9 yaşımız oldu, məktəbə getmədik də orada. Qayıtdınız Onda dədəmgil 1956-cı ildə qayıtdılar, gəldilər yenə Paşalı rayonunun Köşbək kəndinə. Orada təzdən özümüzə ev tikdik. Hər nəysə, burada da məktəb yox idi. Elə uyğunlaşmış binada, burada deməli, o vaxtda hələ 4-5 orta məktəb alınmadı da, sonradan orta məktəb oldu. Orada 1-ci sinifə getdik. Elə bax, mənim mamam oğlu ilə mən, Həsənalı ilə mən ikimiz 9 yaşında orada 1-ci sinifə getdik. Müəllim də yoxdur, mənim yadımdadır. Deməli, bizim 1-ci sinif müəllimimiz Qazaxdan gəlmişdi. İslam müəllim, indi kimi yadımdadır. O bizə dərs deyirdi. Bir də bu rəhmətlik Xəlil müəllim var idi. Naxçıvandan onları da deportasiya olunandan sonra belə bir varlı adam kimi də qulaq eləmişdilər bir sözlə, amma yaxşı təhsilli adam idi. Bax, bu Əli Rızanın babası. Onlar bizə dərs dedi. Biz orada gəldik, 1-ci sinifdə oxuduq. Ondan sonra deməli 8 illik məktəbi oldu kənddə, oxuduq 8 illiyə qədər. Ondan sonra 9, 10, 11 yoxdur.
biz ayrı yerlərə getməli olduq. 8-i qutarandan sonra biz 6 nəfər, mən, Həsən Ali, bacım Ələsgər, sonra Kərəm müəllim, bir də biz buradan bunlar getdik. O vaxtı Terpdə də yox idi orta məktəb. Neçənci il idi təxminən? Neçənci il idi? Deməli, bu hardasa 1963-cü il idi, 62-63-cü il. Bu dərdə. Getdik Qovuşuq kəndinə. O vaxtı Yeğiqnazor rayonu idi. Yeğiqnazor rayonunun Qovuşuq kəndinə, Ələyəz dərəsidə, Ələyəzə. Getdik orada, 9-u orada oxuduq. Orada biz deməli evlərdə bizə yer ayırdılar. Necə obştel kimi də bizə yer ayırdılar. Biz orada mən yadımdadır. Qaçaq Süleyman deyilən kişinin evində qalırdıq. Biz 5 nəfər. Yaxşı adam idi, çox. İndi olmasın, məni çox istəyirdi. Görürdü ki, məsələn, mən nə cür adamım. Həm yaxşı oxuyurdum, həm məsələn, bizdə orada məktəbdə Kazım müəllim var idi. Həmin Kazım müəllim coğrafiya müəllimi də, həm də bizim sinif rəhbərimiz idi. Cəlal müəllim vardı, Sallıdan gəlirdi. Oranın Sallı kəndindən gəlirdi, riyaziyyat dərsi deyirdi. Nəsə savadlı müəllimlər idi, çox yaxşı yoldaşlarımız da var idi. Orada nəsə gediş-gəlişimiz biraz qışda, tətillərdə pis olduğuna görə o biri ili ora gedəmədik. Getdik, gəldik Cermukda, deməli orta məktəb var idi, ermənilərlə qarışıq idi də, orta məktəb idi. Həm Azərbaycan dilində orta məktəb var idi, həm də erməni dilində. Yaxşı binaları onlar özləri üçün tikmişdilər də, amma bizim kəndlərdə tikməmişdilər. Bir ildə orada oxuduq. Burada da biraz gediş-gəliş yaxşı olmadı. Təzədən atam dedi ki, mənim bu Salyan rayonunun, Azərbaycanda da Salyan rayonunun Qarabağlı kəndi var. Orada mənim xalam oğlanları yaşayırdı. Bizi gətdi ora. Mənlə mənim qardaşım oğlu Qurban rəhmətə gedib, Allah rəhmət eləsin. Amma ikimiz də bir sinifdə oxuyurduq. Bu da gəldi ki, həqiqətən bu kənddə də 10 illik yoxdur. Bunların da qonşu kəndində Kərimbəyli kəndi var. Orada 10 illik oradadır. Atam bizi götürdü, getdik ora. Gəldik bura, Kərimbəyli kəndinə, gəldik Ağamalı müəllim, yadımdadır. Məktəbin direktorudur. Müharibə invalidi idi. Özdə axsıyırdı. Bunun yanına gəldik, atamla danışdılar. Atama etiraz elədi ki, yox, mənim sinifim yoxdur. Sinifdə uşaqlar çoxdur, oturmağa yerim yoxdur. Mən bunları götürə bilmərəm. Təzədən məcbur olduq, buradan qayıtdıq, gəldik Qarabağlıya. Qarabağlıda çayxana vardı. Orada çayxananın qabağında durmuşduq. Gördüm o vaxtı o savxozun, kolxozun vilisləri vardı da, maşınları. Buradan 2 nəfər düşdü, belə papaqlı, atlı şilyapalı düşdü. Bunlar dədəmi tanıdı. Biz dədə deyirik də ataya. Məmiş ki, burada siz nə edirsiniz, burada niyə durmuşsunuz? Belə dədəm də əhvalatı danışdı ki, belə uşaqları gətirmişəm bura. Burada da direktor deyir, yerim yoxdur. Bilisi çağırdı, bizi qoydu, bilisə apardı məktəbə. Məktəbə getdi, bizi də bununla bərabər apardı direktorun yanına. Direktor bunu görəndə,
Buna dedi sən, Sizi aparan kim idi? Adı nə idi onların? deməli, birinin adı Tağı müəllimidir. Hə. Biri də Qurbanov, İbrahim. İbrahim Qurbanov. Hə. İbrahim Qurbanov dedi, sən Ermənistandan bura oxumağa gələn uşağı sən deyirsən mənim yerim yoxdur. Bunlar bilirsən hardan gəlib? Bunlar nətər, yəni yerim yoxdur. Yerin yoxdur, yer verək, stolun yoxdur, stol verək. Və bunlar erməninin içindən gəliblər, burada sən deyirsən, mənim yerim yoxdur, elə şey ol. Bağışda, belə bilməmişik, belə falan. Hər nəysə, belə bir söhbətdən sonra bunlar bizə yer elədi, qaldıq burada, oxuduq. Neçənci il idi həmin il? Bu 1966-cı il. Salyanı Kərimbəyli kəndində. Deməli, Salyan rayonunun Kərimbəyli kəndində 1966-cı ildə mən o məktəbi qurtardım. 11-ci sinifi. 11-ci sinifim. Deməli, orada bizim uşaqlardan yenə oxuyurdu. Biri Mail var idi. Terpdən. Mail deyil, qaçanlı yox idi. Zootexni işləyirdi. Bəli, burada rəhmət. Hüseynov Mail. Hüseynov Mail. Bəli. Bir də Vahiyyəttin müəllim. Bəli, bəli. Orada oxuduq. Bizim uşaqlardan bunlar idi. Orada oxuyub, orada qutardıq. Həmin ili də deməli 66-67-ci tədris ilində yaxşı da oxuduq. Burada da yaxşı bir dərs keçdilər həqiqətən. Hətta o vaxtı bizi bir ay pambığa da apardılar orada. Biz də pambıq yığa bilmirik. Bizim sinif rəhbərimiz vardı, Həcər müəllim. Bizim kimya müəllimi idi, həm də sinif rəhbərimiz idi. Bu görürdük ki, biz 4 kilo, 3 kilo, 5 kilo pambıq yığınıq. Amma qızlar var idi orada. Gözlər adında qız var idi. 120 kilo, 150 kilo gündə bunlar. Axırı bu bir gün məni çağırdı. Dedi ki, sən bunun ağsaqqalsın, bunlar kimi. Sən gəlin, gedin siz evə. Çıxın, gedin. Bir aydan sonra gələrsiniz. Həqiqətən bizi buraxdı, getdik, gəldik Köşbəyə. Bir aydan sonra getdik, başladıq oxumağa. Bizə hörmət elədilər, elə yaxşı da qutardıq. Həmin ili də mən deməli instituta işlərimi verdim. APİ-nin Fizika Riyaziyyat Fakültəsində fizika ixtisası üzrə təhsil aldım. 1970-ci ildə deməli o institutu qurtardım. İnstitutu qutarandan sonra indi bizə o vaxtı təyinat verirdilər. Təyinat 1970-ci il iyun ayının 26-sında dövlət imtahanımız qutarandan sonra deməli təyinat verirlər ki, kim hansı rayona getməlidir də. Burada gəlib yığılıblar həmin günü bütün təhsil işçilərinin müdirlər, o təhsil maarif müdirləri də o vaxtı deyirdilər. Bəli. Biri də tutub mənim yaxamdan ki, sən mənim xoşuma gəlirsən, səni mən aparacağım. Texnikumda sənə dərs verəcəm, səni saxlayacağım, eləyəcəm, hər nəysə. Bu damda Təhsil Nazirliyindən Qafarov var idi. Elmira Qafarov. Elmira Qafarov. Bu sonra da Milli Məclisin sədrzadə oldu. Bəli. O vaxtı Təhsil Nazirliyində işləyirdi. Bu gəlib təyinat. Belə oturmuşuq. Bu Qafarov içəri düşən kimi dedi, Xanlarov Kirmanməmiş oğlu kimdir? Durdum ayağa. Mən də dedim, görüm nə olub? Dedim mənəm. Dedi bala, sənin atandan məktub gəlib Əliyevə. Kimə? Heydər Əliyevə. Heydər Əliyevə məktub gəlib. Mən məktub gəlib. O vaxt Heydər Əliyev hansı vəzifədə idi? Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi idi. 69-cu ildə gəlmişdi. O rəhbərliyə gəlmişdi. Bu da üstün yazıb bizə göndərib ki, əgər mümkünsə bunu buraxın geçsin də. Siz hara qayıtmaq istəyirdiniz? Məktubda nə yazılmışdı? Məktubda yazılıb ki, bunu buraxın, gəlsin Ermənistana, Qərbi Azərbaycana. Bizim ailəmiz belə ağırdır.
atam, anam deməli qocadır, iş qüvvəmiz yoxdur, hər nəysə. Bu da yazıb ki, əgər imkan varsa buraxır. Bu da dedi, bala bax, bunlar maarif müdürləri gəlib oturur. Səni 4 ildə oxuduruq, zəhmət çəkib sənə dərs deyiblər, veriblər, təhsil almısan. İndi də bizə lazımdır, səni buraxa bilmərik. İndi keyfin hansı rayonu istəyir? Deməli, yazaq ged ora. Mən də Salyan, indi də bu, məni tutanda, mən də bu dəfə fikirləşdim ki, mən Salyan rayonunun Kərimbəyli kəndində oxumuşam da, Salyanda mənim qohumlarım var. Gedim ora, oradan nəsə icazə alıb gedərəm. Mən də belə bir fikirlə dedim Salyan. Həqiqətən yazdılar, təyinatımı verdilər Salyana. O vaxtı 39 manatda biz təqaüd alırdıq da institutdan. Oradan həm də yol pulu verirdilər. Götürdülər, təyinatımı da yazdılar, pulumu da verdilər ki, bu arayışı voyenkomatın, hərbi voyenkomatın kağızını da verdilər. Hara geçsəniz verin ora. Elə həmin ayın iyun ayın 26-sında bizi oradan uçotdan çıxardıblar. Bizi Nərimanov rayonunda deməyəsəm uçotdaymışıq. Hərbidən də çıxardıblar uçotdan. Hansı rayona girsən, kağızı verir ora, onlar deməli gəlib işləri göndərəcək, ora gedə. Mən də o vaxtı, bu da elə biraz bilməməzlikdən oldu həqiqi. Nə Salyana getmədim, nə heç ara getmədim. Kağızları alandan sonra mindim poyezə, getdim Qərbi Azərbaycanda öz yerimizə. Deməli, Köşbəyə. Getdim poyezlə düşdüm Araz dayanda, getdim Köşbəyə. Köşbəyə getdim. Burada bu məktəbin terfdə, yenə orada Köşbəkdə 8 illik idi. Orada biraz fizika dərsləri az idi. 6-da, 7-də, 8-də, 6-7 saat idi. Amma terf artıq orta məktəbi idi də. O axşam növbəli məktəbidir. Əliş müəllim də oranın direktoru idi. Nəcəb Avariş, o da bizim kənddə olurdu. Bu mənə dedi, hara gedirsən? Gəl gedək, əmrini alacağım, gəl gedən orada sən işdə gedən. Sən həqiqətən getdilər, əmrimi aldı. Gəldim, oldum terfdə 1970-ci ildən sentyabrında terfdə dərs dedim. Heç səs soraq çıxmadı. Kim hara getdi, nətər oldu. İndi burada bir iş var da, mən diplomumu almamışam. Mart ayının tətilində, mart tətilində, bayram tətilində, ayın 26-sı durdum, gəldim Bakıya, gedim diplomumu alım. Bir də Voyennidən çıxım gəlim. Getdim instituta, orada dəftərxanada qıza dedim, adımı, familiyamı, pasportumu verdim. Qız getdi, diplomumu verdi, znaçoku verdi. Mən 2 fakültə oxumuşam orada. Biri 2 diplomum vardı. Biri ixtisasım üzrə fizika diplomu müəllimlik. Bir də kommunist tərbiyəsinin əsasları üzrə mühazirəçi bir 2 illik bir kurs var idi. Məktəb institutun daxilində orada oxudum. Bir diplomda bununla. İkisini də verdi. Qıza da bir şirinlik verdim, bir 3 pul verdim. İndi dedim, gedim voyenkomata. Nərimanov voyenkomatında getdim. Ayın deməli martın yadımdadır, 28-idir. Getdim ki, uşaqlar yığılıb bu həyatda, bunları çağırırlar apreldə əskəriyə də, hərbi. Gəldim voyenkomatın qapısında, qız Rus qızıdır. Dedi, nə? Dedim, belə-belə, mən işim var. Bu getdi, dedi, gəlsin. Düşdüm ki,
həqiqətən belə stolda oturub Mamedov familiyasında adını bilmirəm. Bəlkə də məndən qalbi belə bir zdaravındı adamdır. Buna dedim ki, belə gəlmişəm. Mənim vayenli işlərimi verəsən, aparam da hər. Dedi ki, bunun qıza dedi get bunun delosunu gətir. Qız getdi, delonu gətirdi, bu açdı delonu. Dedi, sən nə danışırsan? Sənə biz hərbi kağız vermişik, hansı rayona gedəsən, ora verəsən o voyenkomata, onlar bizdən tələb eləyək, göndərək. Sən dizertisən, sənə niyə getməmişsən, bu başları çıxırmağa, bağırmağa. Mən də dini verəmirəm. Durmuşam belə. Dedim, yoldaş Mamedov, mənə heç o kağızı verəndə olmayıb. Mən öz də Qərbi Azərbaycanda getmişəm, orada işləyirəm. Mənim atam, anam, nə bilim, hər nəysə ailəmiz, mənim iş yerim var. Mən niyə qaçaq oluram? Şimdi də gəlmişəm, işimi ver, gedim. Yox, qızı çağırdı ki, götür buna bir dənə zat yaz. Göndəriş yaz, ayın 1-də, aprelin 1-də gəlib gedərsən əskərliyə. Bu yazdı, buna qol çəkdim, çıxdım. Çıxdım, gəldim, səhər ayın 30-udur. Taşını yadımdadır. Dedim, bir də gedəcəm bunun yanına. Mən nəsə belə bir fikirlə bir də getdim. Yenə həminki kimi qız məni buraxdı. Bunları görən kimi, nəyə gəlmişsən, dedi. Dedim, yoldaş Mamedov, mənim qoca atam, anam, ailəm var, mənim orada iş yerim var. Mənə verməyiblər də bu kağızı. Mən bilməmişəm də bunu mən yoxsa niyə verirəm? Nə fərqi var ki, mən gedim oradan əskəriyə gedim də, mənim işim var, ailəm var, nə bilim, atam, anam, hər nəysə belə danışdım. Bu birdən gördüm nəsə biraz yumuşalıb heç bir şey demədi, həqiqətən. Gördüm qızı çağırdı, dedi get bunun delosunu gətir. Qız getdi, delonu gətirdi. Bir dənə də yenə baviska yazdı. Mənə qol çəkdi, birini özü götdü, birini qoydu delonun içinə. Delonu da verdi mənə. Dedi get apar, verərsən. O vaxtı bizim rayon deməli 70-ci ildə də Əzbəyov adlanırdı. Həmin də Paşalıdan köçmüşdülər, Əzbəyov adlanırdı. Dəyişmişlər, bəli. Buna dedi ki, hansı rayonu? Dedim, dedi Əzbəyovun voyenkomatına gəzir. O Yeğnazorra. Dedim, biri idi, indi ayrıblar. Dedim, hər nəysə də aparıb ora verərəm. Nəsə verdilər. Götdüm, getdim, apardım. Elə orada Əzbəyovda verdim voyenkomata. Voyenkomata işlədim. Orada işləyəndən sonra belə bir qayda var idi. Deməli, təyinatla gedənləri 3 il aparmırdılar əskərliyə. Bir də 2 uşağı olanı aparmırdılar. Deməli, mən də 70-ci ilin sentyabrında, 71-ci ilin sentyabrında evlənmişdim. Sonra bundan deməli mənim qardaşım xanlarla tanış idi. 1-2 il məni saxladı. 2 uşağım olandan sonra mənə dedi ki, bunu da hara aparırıq. Getdi voyenkomata yazdı. Heç nə əskərliyə də getmədim. Axıra qədər də TERT-də işlədim. Çox güzel. 8-ə qədər. 8-ə qədər. Kimon müəllim, ətraflı öz pedaqoji fəaliyyətiniz haqqında çox geniş məlumat verdiniz. Təşəkkür edirəm. Elə bu fikri davamı olaraq müəllim həmkarlarınız barədə nə deyə bilərsiniz? Hansı müəllimlərlə birlikdə çalışdınız? TERT-də, Köçbəkdə? Mən bayaq dedim də, Köçbəkdə mən işləmədim. Bəli. Mən Terfin məktəbində işlədim. Deməli, Terfin məktəbində Nəcəfov Əliş bizim həmin Terfin məktəbin direktoru idi. Abbasov Vahiyyətində
tədris işləri üzrə direktor müavini idi. Terfdən Bəylər müəllim idi, Abdülkərim müəllim idi. Ondan sonra o vaxtı orada da müəllimlər azdı. Kənardan gələnlər Qarmaraşin deyirdilər. İndi Kötanlı da o vaxtı Kötanlı kəndindən gəlirdilər. Orada Paşa müəllim idi, Hürriyə müəllim idi. Sonra Mütəllim müəllim qutardı, gəldi bizlə işlədi. Sonra hətta erməni müəllimlərində, erməni deyəndə müəllimələr də gəlib bizlə işləyirdilər. Yaxşı kollektiv idik. Bunun yaxşı savadlı müəllimlər var idi. Yaxşı da dərs keçirdik. Uşaqlar da yaxşı oxuyurdu. İndiki kimi yox. Orada o vaxtı təhsil çox yaxşı idi. Həqiqətən. 88-ci ilə qədər də elə orada o kollektivlə işlədim. Kimə müəllim, bildiyimiz kimi Sovet dövründə tarixi həqiqətləri açıq şəkildə öyrətmək çətin idi. Sizcə siz müəllimlər bu həqiqətləri şagirdlərə hansı yolla çatdırdınız? Yəni Qərbi Azərbaycanlıların o mərhələ deportasiyası, deyək ki, yəni onlara demək mümkün deyildi o dövrə görə, amma uşaq gənclərimizi o milli mənəvi ruhda böyütməkdən söhbət gedir. Deməli belə idi də. O vaxtı Azərbaycan tarixi keçirilmirdi məktəblərdə. Ancaq seri tarixi keçirilirdi. O da Sovet dövründə olan nə bilim müharibələrdən, Azərbaycan o deməli tarixindən heç bir şey də verilmirdi. Bunu ancaq bizim müəllimlər həqiqətən deməli bu ictimai yerlərdə o iclas olurdu. O iclaslarda uşaqlara deyirdik ki, məsələn, bizim ata-babalar onsuz da danışmışdı. Biz də danışırdıq ki, ermənilərlə belə müharibələr olub. Neçə dəfələrlə olub, neçə dəfələrlə deportasiya olunmuşuq. Gətirib hətta belə yal vardı bizdə. Yalda topu qurub, oradan atıb kəndi dağıdırmışlar. Nə bilim, belə bax, bu yollarla uşaqlara bunu biz diktə eləyirdik. Amma belə geniş şəkildə alınmırdı da. O vaxtı Sovet hökuməti dövründə heç kim elə danışma bilmirdi. Danışa da bilməzdik. Biz onu elə deyə bilməzdik. Ona görə də deməli bizdə bizim müəllimlər o işlədiyimiz dövrdə mən heç vaxt görmədim. Məsələn, bizdə elə hamı bir-biri ilə mehriban, elə kəndin cəmaatı ilə yaxşı oxuyan uşaqlarımız var idi. Hamısının indi, məsələn, mənim hələ yadımdan çıxmaz, qəşəng oxuyan uşaqlarımız vardı. Ağayev, Bəşirin oğlu İsmail, sonra Budaq vardı. Elə mən onların sinif rəhbəri olmuşam. Çox əla oxuyurdular. Novruz var idi. Ümumiyyətcə çox idi bizdə. İndi institutda işləyən Nizami Qafarov var. O da Köşbəkdəndir. İndi Nağdı institutda işləyir burada. Qəşəng. Çox yaxşı uşaqlarımız qutardı, elədi. Mən indi onlarla fəxr edirəm. Həmişə uşaqlar çoxdur. Orada bizdə oxuyan uşaqlar, hətta qızlarımız da orada. Sadayın qızı var idi. Yeganə. O institutu qutardı. Elə o Naxçıvana getdi. Sonra Abdülkərim müəllimin qızı Amaliya vardı. Adilə vardı. Oxudular, müəllimliyi qutardılar orada. Sonra Mütəllim müəllim gəldi. O Yerevanda oxumuşdu. Gəldi, bizdə oxudu.
Budaq, Ağa Mirzəyev, Hı -hı. bu da institutda oxudu, getdi, qurtardı. Mən bizdə oxuyan yenidən o İlaya elə yaxşı oxuyurdu. Sonradan o da getdi oxudu, qurtardı. Elə gəldi bizlə də işlədi. Orada pioner baş dərslər rəhbəri işlədi. Ondan sonra Solmaz var idi. O getdi oxudu, qəşəng oxuyurdu. O düzdür, o biz orada işləmədi, sonradan qurtardı, amma o da institutda getdi oxudu. Çox uşaqların çoxu tək çox yadımda qalmayıb, amma Həsən müəllim tarix Həsən müəllimə mən dərs demişəm. Özü də çox əla müəllimdir. Leyli Qaçanda olurdular. Elə bizdə qutaran kimi getdi, institutu qurtardı, özü də gəldi elə bizlə işlədi. Həsən müəllim evlənəndə bu nədir? Həmin bu Salyan rayonunun Qarabağlı kəndindən Salman kişi vardı, onun qızını alırdım. O vaxt mənim də maşınım vardı. Mən də getdim onun toyunu oradan qızı gətirdi. Elə bizlə orada Salyandan Leyli Qaçana. Leyli Qaçana, Hənən belə çox gözəl günlər idi. Yaxşı günlər var idi, Çox əla. Gördüyüm qədərilə, şahidi olduğum qədərilə siz dərs dediyiniz dövrdə xoş xatirələr var. Yəni uşaqların dərsə olan marağı, təhsilə olan marağı indiki ilə müqayisə olunacaq ölçüdə deyildi. Çox yaxşı idi. O vaxtı çox yaxşı idi. Çox əla idi. Məsələn, şəxsən bizim müəllimlərdən mən onu eşitməmişəm ki, məsələn, mən birinci dərsdə, mənim dərsimdə düzdür, o şuruq uşaqlar var idi, amma o qədər məsələ yaxşı təlim, tərbiyə var idi ki, dərsdə bir dənə uşaq deməli səs eləmirdi də, mirçək uçsaydı səs çıxmazdı. Hətta uşağı bizdə də indi müəllimdir, hirslənir, birinə bir şillə vururdu, nə bilim, neyinirdi. Mən hələ bir hadisə deyim, mən elə öz... Buyurun, zəhmət olmasa. Mən 6-cı sinifdə həm də riyaziyyat dərsi deyirdim, yadımdadır. Deməli, Hidayət var. Terpdə Hidayət, qadın oğlu, Nəzəfqulunun oğlu. Bu həm yaxşı oxumurdu, həm də dərs danışıram lövhədə gördüm. Bu çox şuluq elə, insaf elə, Hidayət, sakit ol. Məni hirslətdi, mən də dərs icra eləyirəm. 6-cı sinifdə o düsturlar var, bunları icra eləyirəm. Bu səs eləyir, uşaqlar da rəssadır. Gəldim, dedim, niyə şey eləmişəm? Buna bir əlim belə eləyəndə, əlim ilişdə, bunun burnundan qan açıldı. Həqiqətən elə pis oldum ki, bu qızlar durdu, sildilər, elədilər, su gətdilər, yudular. Hər nəysə belə getdi. Şəhər koridorda durmuşduq, gördüm bunun anası o terpdə asfalt oradan gedirdi, o terpin məktəbin dalından. Bəli. Ora yenişə gəlir, dedim, sən bu gəlir, yəqin məndən dava eləməyə. Biz də koridorda durmuşuq, bizdən gəldi. Adı deyir, yadımdan çıxıb. Nəzəfqulunun yoldaşının adı. Xala, nəyə gəlmişsən? Dedim, müəllim dedim. Birdən qayıtdı, dedi ki, Allah onun biraz buna da qarğadı ki, və dünən Kirman müəllimi incidib, şuluq eləyib, qoymayıb dərs keçə. Gərək elə vuraydı ki, öləydi. Dedim, yəni bunu deməkdən məqsədim odur ki, o vaxtı uşaqlarda, məsələ, indiki dövrdə, məsələ, şəxsən mən də indi işləyə bilmərəm. Niyə? O dövründən. İndiki uşaqlarda bilirsən nətərdir? Deyirsən, bala, buradan dur ora,
Gedir evdə deyir ki, müəllim mənə belə vurdu, müəllim üstümə qışqırdı. Hə, burada polisə verdilər, nələr oldu. O uşaq da ona görə də Müəllimə hörmət eləmir. o vaxtın tədrisi, o dövrdəki tədris indikindən çox yaxşı idi. Həqiqətən. Kimə müəllim, yeri gəlmişkən mən bu belə bir sual verəcəyimi düşünmürdüm, amma məqamı gəlibdi. Çox maraqlı bir məqama toxundunuz. Hal-hazırda o fərqi deyirsiniz. Sizcə bu boyda arada fərq var. Onun səbəbi nədir? Bilirsən, o vaxtı Sovet dövründə təhsildə bir metod var idi. Bir metod idi. Məsələn, təhsil dərs belə getməlidir, bu mərhələdə bu olmalıdır, bu mərhələdə bu olmalıdır. Belə izah olunurdu da, deyilirdi. Məsələn, gəlib dərslərimizdə otururdular. Hə, müəllim nə cür dərs keçir? Bu mərhələləri müəllim qəşəng bilirdi. Bilməyənə deyirdilər ki, belə keçmək lazımdır. Amma indiki dövrdə indi bax hal-hazırda indi uşaqlar nə dərs oxumur, nə kitab oxumur, nə heç bir şey. Bunlar ancaq qruplar var. Məsələn, 1-ci, 2-ci, 3-cü qrup, 4-cü, 5-ci qrup. Bunlar ancaq məsələn, 1-ci qrup bu riyaziyyat oxuyur, gedir hazırlığa, heç o birilərin vecinə deyil. Ona görə də o vaxtın uşaqları, indiki uşaqların, indi düz deyil, indi də savadlı uşaqlar çoxdur. Onu demək olmaz belə. Oxuyurlar, hazırlığa gedirlər, hərə öz sahəsində çalışanlar var. Amma o vaxtdakı uşaqlar, bütün fənləri yaxşı oxuyan uşaqlar var idi. Onu necə çatdırırlar? Cümə mənim, hal-hazırda sizin o Cümə mənim, maraqlı sözünüz kəsin bağışlayın, çox maraqlı məqama toxundunuz. Yəni qruplar vasitəsindən deyək ki, fərqli qruplara gedirlər, ümumi oxumurlar. Sizcə bunun hansı daha yaxşıdır? O vaxtın uşaqları bunu çatdırırdılar, indikilər niyə çatdırmır? Bax, qulaq as deyim də, o vaxtı belə idi. Məsələn, mən 10 illiyi qutarana qədər fizikada oxuyurdum, riyaziyyatda, kimyada, biologiyada, ədəbiyyatda, tarixdə, bütün fənləri oxuyurdum. Mən o vaxtı ki, o təhsildə, institutda gedən uşaq bilirdi ki, məsələn, mən getdim fizika riyaziyyat fakültəsinə yox, orada imtahan verdim həm fizikadan, həm riyaziyyatdan, cəbirdən, həm həndəsədən, həm ədəbiyyatdan inşa yazdıq, həm kimyadan. Bilirdi ki, bunlar hamısı qarışıq, ona görə məcbur idi oxuyurdu. Amma indiki qruplar üzrə hazırlaşırlar da. Məsələn, mən fizika müəllimiyəm, gedirəm, deyirəm, mən bir dəfə uşaqların birinə deyim, dedim, mənə fizika ilə mənə nə lazım? Deyim, mən gedirəm, humanitar fənləri oxumuram. Bax, fərq elə buradan yaranır, ona görə də belə alınır. Cümə müəllim, demək olar ki, pedaqoji fəaliyyətinizlə bağlı, müəllim yoldaşlarınızla bağlı kənddə ətraflı məlumat verdiniz, təşəkkürümü bildirirəm. İcazənizlə bir sual verim, daha sonra deportasiya ilə bağlı sizin fikirlərinizi bilmək istəyirəm. Kəndinizin köçbəkdən gedir, yəni siz tepdə işləmişsiniz, Paşalı oranın köçbəkliyi qaçan kəndinizin dağlarını, düzlərini və ümumiyyətlə təbiəti necə təsvir edərdiniz? Deməli, bizim kəndimiz Köçbək kəndi idi də. Paşalı rayonunun Köçbək kəndi. Bizdə buna söz yox, dağlıq yeri idi. Bəli. Bizim yerimiz dağlıq yeri idi. Məsələn, terp bizdən aran idi. Məsələn, terpdə yaxşı meyvə o da olurdu, hər şey də olurdu, amma Köçbək o qədər soyuq olurdu. Qışın 6 ayı Köçbəkdə qış kimdə yox idi, amma maldarlıq idi da. Bizdə maldarlıq idi, yaxşı deməli otlaq yerlərimiz var idi, yaxşı bulaqlar var idi, çay kəndin içi ilə gedirdi. Bizdə var idi dərə yurdu, qəşəng bulağı, Çınqıllı bulaq, Payız bulağı, gedib hər tərəfdə
Yazda may ayından sonra da hər yan gül, çiçək, hər şey öz qaydasında. Mal heyvan gedirdi, otlayırdı, kəvşan da gəlirdi. Çox yaxşı idi. Yayda da panik deyilən panika çıxırdılar. Gedib orada yaylandılar, orada Amma təəssüflər olsun ki, o torpaqlar Qərbi Azərbaycan da əlimizdən o alındı. torpaqlar, əlbəttə onu Qərbi Azərbaycan deyəndə o da Qərbi Azərbaycanın bir güşəsi idi. Elə yerlər bizlərdə çox idi. Çoxdur, çox yerlərdir. O tərəfə hər yeri elə idi. Məsələn, mən getmişəm o tərəfə, o bayaq deyəm, Cul, Axta, Gömür, Cavud, nə bilim, Zeytə, o Çaykənd, o baxırdın o dərələrə, o qədər təbiəti gözəl, suyları qəşəng, çox yaxşı yerlərimiz var idi. Ona görə də erməninin onu götürməzdi. Əlimizdən aldı. 300 min adamı deportasiya elədilər. Kimam müəllim, artıq demək olar verilişimizin sonuna doğru gəldik. Növbəti sualı sizə vermək istəyirəm. 1988-ci il deportasiyasını uzun illər müəllimlik etmiş bir şəxs kimi necə qiymətləndirirsiniz? Deməli, belə deyim də, Sumqayıt hadisələri ki baş verdi, Sumqayıt hadisələri baş verəndə, məsələn, mən öz maşınım da var idi. Biz neçə ildə ermənin içində olurduq, heç belə şeylər hiss eləmirdik də. Məsələn, şəxsən mən də hiss eləmirdim ki, belə hamı da bir-birimizlə dost, yoldaş gedirdik. Bir gün mən öz maşınımla getdim həmin o Sumqayıt hadisələrindən sonra elə o vaxtda getdim rayona. Getdim rayona, maşının nəsə xarab idi. Orada mənim bir dənə Zamças mağazasında orada işləyən oğlan məni də qəşəng tanıyırdı. Bilmirəm, naklat qalmağa səhv eləmirəmsə getdim, düz sürdüm, getdim orada, maşını saxladım, düşdüm. Düşdüm ki, bu mağaza bağlıdır, o tərəfdə işləyirlər. Oğlanlar işləyir orada. Bunun birinə dedim ki, bu hardadır mağazanın müdürü? Bu ermənicə qayıtdı mənə dedi ki, neyinirsən? Dedim ki, lazımdır. Oradan tərcihdə çıxdı bura, bu bildi ki də Azərbaycanlıyam. Nə alırsan? Dedim, belə də Zamças alacam. Birdən bu qayıtdı mənə dedi ki, ged onu Sumqayıtdan al. Dedim, Sumqayıtdan sənin nə işim, mənim nə işim, sən nə deyirsən? Orada indi iki gədə dalaşıb bir-biri ilə nə olubsa, onunla bizə nə dəxli var? Bir də gördüm o tərəfdən 3-4 nəfər çıxdı, gəldilər mənə akrujeniya aldılar, belə kuruqa aldılar. Belə danışırlar, bunlar söyürlər də, bizi söyürlər, belə Azərbaycanı söyürlər, belə eləyəcək, belə asacaq, belə kəsəcək, belə erməncə danışırlar. Mən də belə durmuşam, bunun biri görürəm, istəyir ki, məni vura. Həqiqətən bu damda onda gördüm, Jiguli gəldi. Jigulidən həmin bu Zamças mağazasının müdürü məni tanıyır, bu düşdü. Birdən tez özünü yetirdi. Bu ermənicə dedi, bu neyin çeşanıma? Dedi, burada siz nə iş görürsünüz? Birdən bu mənim qolumdan tutdu, bəri çəkdi. Bunlara da gedin işinizi görün. Məni çəkdi, apardı düz mənim öz maşınımın yanına. Mənə dedi ki, bilirsən nə var? Vəziyyət xarabdır. Get, 1-2 ay ümumiyyətcə rayona gəlmə. Gələrsən, bax görürsən, belə vəziyyət pisdir də. Gəl, mən görək bunun axırı nə olur. Bu belə, mən də oturdum maşına, gəldim. Orada süd ambarı var idi rayon adında. Gəldim, yendim ora. Orada təzə gastronom imişdilər. Dedim, düşün buradan deməli 3-4 kilo qənd alım da belə.
Hə, gəldim ki, bir qızdır, bir də bir oğlandır durub. Qıza elə ermənicə dedim ki, mənə bir 5 kiloqram şəkərlə qant ver. Hə, dedi ki, şəkər düşünüm. Dedi, qandımız yoxdur. Dedim, ay qız, bunlar nədir? Bunlar qant deyil. Ermənicə qayıtdı mənə dedi ki, şəkərini Türkü hamarçı. Bu şəkər, bu qəndlər müsəlman üçün deyil, türklər üçün deyil. Dinməz söyləməz oradan durdum, oturdum maşına, düz gəldim kəndə. Gəldim kəndə. Bu dəmdə mən elə o yolla gələndə gördüm, aşağıdan yüklü maşınlar gəlir, hamısı köçdə gedir. Yerevan tərəfdən. Hələ o vaxta qədər bizdə yox idi belə gedişat. Hə, bunlar yolda saxladı birindən də belə dedi, dünya dağılır, ermənilər Yerevanda, Masisdə, nə bilim, nələr eləyiblər, nələr belə danışırlar, qızğındır. Hə, axşam gəldim evə, mənim qardaşım xanlara dedim ki, vəziyyət gərgindir. Hə, belə burada nə etmək lazımdır? Dedi, nə etmək lazımdır? Biz də nə lazımdır? Gedərik. O vaxtı Naxçıvan uşaqları var idi. Deməli, gedirdilər, Bakıdan Naxçıvana köş gətirirdilər, boş maşınlar gedirdi. Mən onun səhərisi oturdum maşına, getdim Almalının yanında bir kənd vardı. Nəsə orada Azərbaycanlılar olurdu. Maşınlar oradaydı. Bunu soruşdum, getdim birinin qapısına. Dedim ki, bizə bir 3-4 maşın lazımdır. Gələ. Hə, bu dedi, hardan? Dedim, Saravandan, Köşbəkdən də. Hə, bu adımı götürdü. Dedim, nə vaxt gəlsən? Mən Saravanda tanıyırdı. Elə o Pavarotda, Terkdə, məktəbdə oğlum. Kirman müəllim desən, hamı tanıyır məni, çağıracaq. Belə də gəldim, gördüm ki, onun səhərisi yox, o biri günü uşaqların biri gəldi, Kirman müəllim, səni bu Pavarotda bir şofer çağırır. Gəldim ki, şu maşın üçü də oradadır, durublar. Hə. Deməli, maşının birinin oradan mənim bu Abdullazım mənim qaynımdır da. Abdullazım kişini tanıyırdın. Bu saxladı. Hə, birin Həsənalı, birində getdim bizim Fəxrəddinin zadan yığdıq. Bizim Fəxrəddinin qardaşım oğlu da. Bunu yığdıq. Bunları yüklədik. Mən də o öz yükümdə hələ qaldı da, öz evimizin qaldı. Mən də bunlarla bərabər hələ onu da deyim ki, hara gedirik. Ondan qabaq, həmin o dediyim hadisələrdən qabaq, deməli mən oldum, xanlar oldu, həmin bu Abdullazım kişi oldu, bir də Əli vardı. Mənim bacanağım Əli, o da orada getdik. Burada Azərbaycanda Şuşuya, bu Abdullazım dedi ki, bu Şuşuya gedək, aşağı rayonlar isti olur, nə bilim nə olur, hər nəysə. Getdik, gecə orada Qarabağ kasinsası vardı. Qaldıq orada, səhər gedək bu raykomun qəbuluna, burada bizə yer verək, köçək gələk bura. Getdik, Niyaz müəllim. Niyaz müəllim idi oranın raykom katibi. Da mən girmədim, xanlarla rəhmətlik Əli, bir də Abdullazım bu üçü getdilər. Gəldi, dedi ki, Niyaz müəllim deyir ki, heç cürə mümkün deyil. Mən qorxuram, mənə sizə yer verə bilmərəm. Mənim yerim, zadım yoxdur. Yoxdur. Dedilər, onda gəlin gedək Ağdama. Nəsə gəldik Ağdama, bazarlıq elədik orada, biraz orada gəzdik, elədik. Bunlar dedilər, burada qalmayaq, bura istidir. Gedək elə bu gecədə yenə Şuşada qalaq, Qarabağ kasinsasında.
orada qalaq. Ondan sonra oradan səhər hara desəniz ora gedərik. Bir də oradan qayıtdıq Şuşada Qarabağ Kasinsasında qaldıq. Səhər durduq. Dedilər biz də gedək bura. Və bu dəfə də heç kim getmədi. Bunlar dedilər ki, xanlar sən yaxşısan, sən get. Xanlar getdi. Bir yarım saat çəkdi. Biz də qapıda gözləyirik. Biz də gördüm gəldi. Gəldi. Gələndən sonra bu dedi ki, bu heç cürə mümkün deyil. Bu deyir, heç cürə mümkün deyil. Oturdular ki, maşına getməyə. Gördüm, daldan çağırdılar. Daldan, mən də maşını sürürdüm. Gördüm, fit verdilər. Maşını əl elədi ki, saxla. Sonradan tanıdım. Orada Elbrus müəllim vardı. Təlimatçı işləyirdi. Biz orada olanda tanıdım. Çağırdı. Dedi o kişiyə denən ki, Niyaz müəllim çağırır. Xanlar durdu, getdi. Xanlar durdu, getdi. Bir xeyli çəkdi. Bir də gördüm, həmin təlimatçını da qoşdu, gəldi. Mənə dedi, sür. Deməli, buna deyib ki, heç kimə də neçə nəfər gəlib, eləməmişəm, amma sənin dediklərini nəzərə alıram. Bəli. Sizə yer verirəm. Getkinə nə qədər qohumum var, 50 nəfər, nə bilim 70 nəfər. Gətirin, yerləşin, kim də gəlsə deyin özümüz gəlmişik. Bizi oradan qovalayıblar, biz də gəlmişik, burada olaq. Bu təlimatçı da bizlə gəldi. Getdik, orada lagerlər var. Şuşada. Bu lagerlərdə düşdüm, bu evlərin üstündə birinci öz adımı yazdım, birinci girişdə, o birisində birilərinin, qohumların, hamısının adını yazdım ki, bunlar dedilər, bunlar da dedi, bir həftəyə gələr. Hər nəysə, ondan sonra qayıtdıq, getdik, getdim, elə maşınları təşkil elədim, gəldi. Bu Fəxrəddinə də deyirdilər ki, apar Şəki rayonunun üzümçülüyünə. Və bu da deyirdim, mən niyə üzümçülüyə gedim elə. Hər nəysə gətirdik, bunu da burada yerləşdirdik ora. Ondan sonra köşkləri hamısında yığdıq, dalbadal, neçə dəfələrlə gətirdik. Mənim də köçüm gedəndə yığdım. İndi bu maraqlı orada bir şey alındı. Şorus rayonunun bu Dıq kəndi var. Orada şlambo qoyublar, bağlayıblar, yolu bıraxmır gəlməyə. Beşləri yığmışıq, gəlir. Bıraxmır, deyir, bıraxmıram. Ermənilər də belə durub yolun qırağında, bunlar da burada qocalar, nə bilim, cavanlar, söylürlər, bunları asın, bunları yandırın, nə bilim, neynə, nə tərilən. Bu damda burada da bir maşın var, zil maşındır, portu balacadır. Buna heç kim yükləməyibdir. Bu axırı deməli mənim maşınımdır, xırda maşın. Elbrus zaten nədir? Elbrusun maşınıdır. Bir də uşaq uzatdı. Bu maşınlardır. Bu şofer bizi çağırdı, dedi, oturun maşınları xoddan, mən vuracam, ya qabağa gəlsə, onu da öldürəm, postu vuracam, dağıdam, siz sürün gəlsin. Orada elə yerdir ki, post burada qurulub, deməli, elə bil ki, belə burada döngədir, gərək buradan dönüb gəlib, buradan belə gedib, o dərədən üzü belə gələsən, belə bir. Da dedik, indi niyə? Belə də razılaşdıq, oturduq maşınları xoddamağa, bu damda onda gördük ki, Gorusdan bir dənə polis maşını gəldi. Polis maşını gəldi, postda saxladı, düşdü, bu çağırdı, buna dedi, ermənicə buna gördüm, deyir ki, niyə bu cəmaata qoymursan getməyə, niyə aşmırsan bu cəmaat gedə, niyə saxlamırsan bunu? Bunun üstünə qışqırdı, elədi, biz də hazır durmuşuq. Şilambonu qaldırdılar, oradan çıxdıq, qoyduq, gəldik. Keçdik, gəldik, yapardıq. Beşimizi biz də tökdük Şuşaya.
Şuşada da qaşqın kimi də kim bizi tanıyır ki? Orada yerləşdi. İndi hamımız işçi adamıq. Şuşada balaca yerdi. İndi iş yoxdur axı işləməyə. Mən də getdim buranın müdürünün təhsil şöbəsinin qabuluna ki, mən belə işləmək istəyirəm, müəlliməm, belə. Bu da dedi, vallahi işimiz yoxdur, gəl səni göndərim. Ağdamda orada çobanların uşaqları var, orada dərs də keçmirlər. Elə jurnalı yazacaqsan, pulunu alasan. Dedim, yox, o mənlik deyil, mən burada uşaq, burada ev, burada mən bir də gedim orada, nə bilim də, göndərim Qala dərəsinə, hər nəysə, dedim, yox. Hər nəysə, bir gün bunun qabuluna biz də gedəndə, gəl bunun yanında biri oturub, bu dedi ki, bunun əmrin ver, mənim yanımda gəlsin, işləsin. İsa Quliyev. Bunun adı mən. Bu da nədir? Bu da məktəb deyil. Deməli, bu tədris istehsalat kombinatıdır. Orta məktəblərdə əmək təlimi dərslərini keçmirlər. Həmin saatlarda uşaqlar gəlir orada, əmək təlimi dərsi keçirlər, burada işləyirlər. Bura gedərsən, dedim, niyə getmirəm, hər nəysə. Nəsə getdim, orada işlədim, hər nəysə. Bir il burada işlədim, bu direktor bir gün məni çağırdı. O vaxtda Azərbaycanda ayrı-ayrı institutlar gəlib yerləşirdi də Şuşada. Müəllimlərin təkmilləşdirmə institutu da gəlib orada açırlar. Bu direktor məni çağırdı, dedi ki, müəllim, mən səni qıymıram, burada işləyəsən. Bu məktəbin direktoru, institutun direktoru mənim tanışımdır. Gedək görüm onun yanında yer varsa, ged orada işlə. Nəsə elə dərsdən sonra bu da mənim yanımda çıxdıq, getdik bunun yanına. Bunlar öpüşdü, görüşdü. Dedi ki, adı da Murad müəllimdir. Elə əsilləri də Şuşalı idi. Dedi ki, Murad müəllim, bu Kirman müəllim mənim yanımda işləyir. Bezdə başladı məni tərifləməyə, belə filan. Buna əgər yerim varsa, bunu götür, burada işləsin də. Bu da dedi ki, İsa müəllim, əgər sən gətirmisənsə, deməli, yaxşı adamdır. Mənə dedi, axşam işlərini gətir bizə. Bunlar otdu maşına, apardım evlərini, axşam sənədləri götürdüm, gəldim. Səhər dedi, işlərini gətir. Səhər çağırdı məni, orada əmrimi yazdı. İnstitutda kabinet müdürü, nə bilim, biraz işlədim. Sonra bizim, deməli, mavim var idi. Dil ədəbiyyat üzrə filologiya elmlər namizədi idi. Bu xəstələndi, birdən öldü. Qəflətən xəstələndi, öldü. Bu məni çağırdı, bir neçə il işləmişik də. Çağırdı, dedi ki, səni mavin götürürəm. Dedim, Murad müəllim, mən burada indi qaşqın oluram, səhər bəlkə hara gedir. Dedi, nəyə, onsuz da hamımız burada işdə. Hara qaşqın olursan, sən hara geyirsən, burada yerləşmirsən, oturmuşsan. Nəsə bu iclas çağırdı ki, hələ gərək mənim əmrimi nazirlik verə, daxili əmr verir. Məni çağırdı, iclas elədi, elan elədi ki, bu işi mən tək apara bilmirəm, Kirman müəllimə həvalə eləyirəm müvəqqəti bunu. Ondan sonra, hər nəysə sonra da işlərimi düzdü, qoşdu, gəldik Bakıda, əmrimi də aldıq. Gəldim orada institutda işlədim. Oradan sonradan bu Dağlıq Qarabağ hadisələri baş verdi. Dağlıq Qarabağ hadisələri həm də mən o vaxtı deməli biz Malbəyli uçotunda olduq. Lagerdə olub, Malbəylidə evdikdilər. Hər nəysə mən də bizə kredit verdilər.
ki, orada tikinti aparaq. Mən də pul verdim ki, Malbayılda mənə də tiksinlər, yer vermişdilər. Bir gün getdim ki, bunlar Finski ev tikir, dedim, istəmirəm mən Finski ev, neyəcəm? Finski ev mən deyim, lazım deyil mənə. İstəmirəm mən Finski ev, mənə düzəlməli vermişəm, mənim pulumu qaytar ver. Hər nəysə, elə pulu da aldım, evdə, o evi də verdim, orada qavamgil, xanlargil ev tikdim. Mən getdim, Xocalıda ev aldım, Xocalıda. Mən orada uçota düşdüm, Xocalı uçota, elə indi də Xocalı uçotundayım. Orada ev aldım. Ondan sonra da Xocalı hadisələr baş verdi. Qarabağda o hadisələrdə, o ağır hadisələr baş verdi. Amma hərə bir yana. Kemal üzr istəyirəm, necə oldu sonradan Ramana qəsəbəsində yerləşdiniz, orada məktəbdə müəllim kimi fəaliyyətə başladınız. Bunun qısa olaraq zəhmət olmasa. Mən deməli, orada institutda işləyəndə o institut ki dağıldı, bizim institutu Beyləqan rayonuna köçürdülər. Onda mən evi gətirmişdim, Yevlaxda yerləşdirmişdim də. Sonra Yevlaxdan da bir evin, mənim Kirvan bəylər vardı, orada olurdu. Orada daşkeşlik olduğuna görə Şəki rayonunun üzümçülüyü yoxdur. Orada yer aldım, getdim, apardım evi, yığdım ora. Həm də getdim orada maarif müdürünün yanına. Burada mən dərs aldım, həm də burada dərs dedim. Həmin orada. Sonra həm instituta gedirdim, boş vaxtında burada dərs deyirdim. Nəsə vaxtı o vaxtı gəldi ki, mən orada dərssə müdür işlədim, direktor işlədim. Sonra da uşaqlar dedilər, biz də gedək Bakıya. Gəldik Bakıya, mən də oradan çıxdım, gəldim Bakıya. Bir il burada Bakıda boş qaldım. Sonra rəhmətli Heydər Əliyev cənabları bizə bax, burada ev tikdi. Burada ev Ramana qəsəbəsi. Ramana qəsəbəsində, bəli, bu Ramana savxozunun yanında, bu yeni qəsəbədir. Burada ev aldıq. Onda burada bu 296 nömrəli məktəb tikilmişdi. 90 yeri idi elə o vaxt. Sonradan bu tikdilər. Burada yerləşəndən sonra gəldik burada müəllimlər, burada biz 5 ay işlədik, pulsuz işlədik. Sentyabrdan yanvara qədər bizə pul vermədilər. Çünki qeydiyyatdan keçməmişdi. Onda bu Vahid müəllim direktor oldu. Bu da mənə dedi ki, gəl yenə mənə kömək elə, dərsə müdürü ol, işləyək burada, hər nəysə. Elə o vaxtdan da... Neçə il işlədiniz burada, Ramana qəsəbəsində? Deməli, 2003-dən 2018-ə qədər burada bir yerdə işlədik. Mən yaşım tamam olduğuna görə, mən 5 ildə əlavə işləmişəm. Vahid müəllim, mən dərs demişəm. Vahid müəllim məndən 12 yaş xırdadır. O təzə çıxıb, o bildir çıxıb. Təzədən burada işlədik, burada da yerləşmişik, burada da olur. Çox gözəl. Kemal müəllim, artıq demək olar ki, verilişimizin sonuna gəldi. Son bir sualım qaldı. İcazənizlə onu da verin, sualı yekunlaşdıraq. Artıq uzun pedaqoji fəaliyyətinizdən, keşməkeşli həyatınızdan, demək olar ki, Qərbi Azərbaycandan, doğma ata yurddan, ana vətənə gəldiniz. Bu illərdən sonra ötən illərdən yaddaşınızda silinməyən hansı xatirələr qaldı? Terpinərin, Köşbəkdən, Leyli Qaçandan. Çünki bu xatirələr çox önəmlidir. Orada o qədər deməli, maraqlı hadisələr, o qədər... Buyurun, zəhmət olmasa bir 200 xatirənizi danışın. Var. Biz deməli, mən elə testdə işləmişəm də bir sözlə. Orada testdə işləyən dövrdə müəllimlərlə yaxşı mehriban idik. Məsələn, boş vaxtımızda orada
setka qurmuşduq, voleybol oynayırdıq. Rəhmətli mütəllim müəllim, bəylər müəllimlər, hər nəysə. Elə vaxtımızda, boş vaxtımız olurdu ki, gedirdik gəzməyə. Kəfşanda bulaqların üstünə gedirdik. Bir gün getmişik, o yadımdadır. Heyvan almışıq, aparmışıq. Leyli Qaçanın çənəyi var, o tərəf böyük çənəydi. Orada qəşəng bu bulağın üstə kəsmişik, orada yemək, içmək. Bizdə Abdülkərim müəllim var idi. Rəhmətlik yaxşı yeyib içəndən sonra durdu əl-üzün yumağa. Belə çay gedir oradan. Böyle istədi, böyle yıxılıb, bunu daldan tuttum. Dedim, nə olub? Dedim, Kirmun müəllim dedim, mühafizəmi itirmişəm. Yaxşı günlərimiz olub. Məsələn, mən həm də təşkilatçı işləyirdim məktəbdə. Məni bir qabaqçıl müəllim kimi gəlib yoxlayandırdılar. Mənə tərif qramatası zadı da vermişdilər. O pedaqoji fəaliyyətində yazdığım mühazirəyə görə, keçdiyim dərslərə görə, hər nəysə məni bir gün bu müdür çağırdı ki, məni Yerevana deməli qabaqçıl fəal iclasına da aparır. Yerevanda konferansda hər nəysə getdik. Onu da deyim. Deməli, getdim. Bu müdürün öz Moskvisi var idi. Müdür özü şoförü var, sürür. O vaxt Aramyan idi, adı yadımdadır. Bəli. Biri də metod kabinetin müdürü var idi, Hartunyandı. Bir də Almalının direktorudur. Bir də mənəm. Getdik Yerevana. Yerevana nəsə getdik, iclasa qutardıq, gəldik. Qutardıq. Bunlar dedilər, harada yemək yeyək? Bir xatirə danışım. Deməli, biz yay vaxtı savxoza kömək eləyirdik. Gedirdik ot biçinə də. Bizdə Məmməd Öləm var, Hacı Fəhirət şanda. Orada ot biçirik. Bura savxozun da direktoru ermənidir. Müasisdən gəlib, oradan gəlib bir neçəpərin biridir. Deməli, mənim bacım oğlu Ələskərdir, Kərəm müəllimdir, nə bilim, Xanlardır, Kamil də bir qadiridir. Hamı da orada ot biçir. Bu əmir də Sovetin katibidir. Bunun da oğlu qoyun növbəsində burada otlayıb, biz də ot biçirik. Birdən bu Vilis gəldi. Savxozun Vilisi direktor da gəldi bizim yanımıza. Oradan 2-3 dənə deməli keçi, qoyun gəldi otun içinə. Bu da uşaq da qabalayız da bunu. Birdən bu getdi o tərəfə çağırdı. Yazıq rəhmətlik, o da rəhmətə gedib. Natiq balaca uşaqdır. Əlin ağır yüngül elədi. Bunun qulağının dibinə bir şillə vurdu. Vurdu. Ələskər də bunun qardaşı da bir cavan oğlan, özü də belə qəşəng. Kərantını qoydu yerə. Biz də hiss eləmədik. Getdi bunun yaxınına. Erməninin yaxasından. Tutdu erməninin yaxasından. Nə təhər qulağının dibinə vurdusa, elə çul kimi uzandı. İstədi qarnına təpiyini at vurub. Bu ağsaqqallar, belə hər nəysə. Durdular, dedilər, sən bir ermənisən, gəlmişsən burada cəmaətin içində, uşağı niyə vurursan? Dədənin otudur, nədir, o neyini ki, bir keçidir də, düşüb ora. Belə
Elə oradan da qoydu, çıxdı, getdi. Orada da o bir də gəlmədi ora. Dərsini alıb da, Hə. necəsin ki? Vardı bana, onun rəhbərlərin hamısını ermənidən direktorlar erməni verirdilər. Hamısı erməni Üstdən aşağı baxırdılar. Özüm. Kilman müəllim, artıq demək olar gəldi verilişimizin sonuna. Sözün həqiqi mənasında mənim üçün çox maraqlı bir veriliş oldu. Çox gözəl tarixi faktlara toxundunuz, xatirələr toxundunuz. Son sözlərinizi verilişimizlə bağlı həsrət və ümid verilişinə xeyir-duanızı eşidək, verilişimizi yekunlaşdıraq. Allah canını sağ eləsin. Bu veriliş o axıra qədər yaxşı olsun. Ümidvaram ki, bu çox yaxşı haldır. Qərbi Azərbaycandan gələnlərin o hamısı elə eyni fikirdə olan adamlardır. Hamının bir dərdi var. Hərə bir başına gələn əhvalatlar o qədərdir ki, danışmaqla qurtarmaq olmaz. Elə o qədər hadisələr var. Elə buna neçə saatlar vaxtlar lazımdır ki, elə ha danışasan. Ona görə də mən çox şadam ki, bugün gəldiniz. Allah canını sağ eləsin. Allah səni əksik eləməsin. Çox sağ olun. Rəhbərliyin bu çox yaxşı verilişdir. Bu Qərbi Azərbaycanda hərə bir yana dağılıb. O verilişlərin baxıram mən hərə danışır oradan, buradan. Hamı adam fərəhlənir. Çox yaxşı, çox əla. Çox sağ olun, təşəkkür edirəm. Verilişdir. Çox sağ ol. Təşəkkür edirəm Kilman müəllim. Əziz və hörmətli Həsrət və Ümid verilişinin daimi izləyiciləri, bir verilişimizin də sonuna gəldik. Bugünkü verilişimizin qonağı Qərbi Azərbaycanın Paşalı rayonunun Köçbək kəndinin sakini olmuş Xanlonov Kilman Məmişoğlu oldu. Sizlərin adından Kilman müəllimə uzun ömür, can sağlığı arz edirəm. İnanıram ki, Kilman müəllim, biz növbəti verilişində yenə sizin evinizdə və siz verilişimizə qonaq olacaqsınız. Allah'a əmanət olun. Görüşmək ümidi ilə. Çox sağ ol. Minnətdaram.